Bizi izləyən izləyicilərimizə çox bol-bol təşəkkürlər eləyirəm. Nənələrimizdən qalan, bizə yadigar qalan, keçmişdən qalan cızdaqlı qoğal hazırlayacağıq. Maşallah, xəmirimiz qəşəng alınıb, xəmir yaxşı gəlib. Mərhələ ilə çəkir bu proses. Yəni ki, gördüyümüz kimi xəmiri yoğururuq, sonra yağımız dağ olub artıq. Yağ dağ olub, cızdaq sözü də buradan götürülür. Cızdaq, yəni dağ olub yağımız. Ətirli, dadlı qoğallarımız çıxır. Artıq bizim qoğallarımız öz formasını alıb. Qoğallarımız hazır, qəşəng pişib, qızarıb. Hər vaxtınız xeyir olsun. Xızı TV-yə bununla 3-cü çəkilişimizdə çəkirik. Bizi izləyən izləyicilərimizə çox bol-bol təşəkkürlər eləyirəm. Nənələrimizdən qalan, bizə yadigar qalan, keçmişdən qalan cızdaqlı qoğal hazırlayacağıq. Bu qoğala lazım olan malzəmələr undur, adi qaydada. Un, su, droj, yumurta, duz. Qoğalın qeyri-adiliyi bundadır ki, biz onu qoyun quyruğunda, quyruq yağında, cızdaqlı yağda hazırlayacağıq. İndi biz xəmiri yoğurmağa başlayırıq. Xəmiri yenə də deyirəm, adi bir xəmir yoğuracağıq. Başlayaq yoğurmağa. Bismillah, bismillah. Başlayaq xəmiri yoğurmağa. Droju, duzu tökürük. 2 yumurtadır. Xəmirinə sarı kök də əlavə eləyə bilərsiniz. Xəmirimizi yoğurduq, indi qoyuruq dinlənməyə. Xəmir qalsın, biraz özünə gəlsin, tutsun özünü, dinlənməyə qoyuruq xəmiri. Artıq bizim xəmirimiz 1 saata hazır oldu. İndi keçirik digər mərhələyə, kündələrə bölüb. Maşallah, xəmirimiz qəşəng alınıb, xəmir yaxşı gəlib. İndi biz bu xəmiri 9 yerə bölməliyik. Çox qəşəng gəlib, pış-pış xəmirimiz var. 9 yerə böləcəyik. Ya Allah. Dəsminiz, dəs Fatimə-i Zəhrası. 1, 2, 3, gündə 9 dənə yayma, 9 yaymadan, 11 yaymadan olur, amma biz indi 9 yaymadan hazırlamaq istədik ona görə. Səpmə qoğal olduğuna görə bunu çox hündür eləmirlər də, yəni 11, 12 yayma eləmirlər. Bunu elə 9 yayma da bəs eləyir. İnşallah ki, qəşəng alınar Allahın köməkliyi ilə. Kündələrimiz artıq hazırdır. 9 dənə kündəmiz oldu. İndi qoyaq onu bir 10 dəqiqə, 15 dəqiqə tat dilində hizə gəlsin deyirdilər də, hiz olsun. Yəni ki, biraz da gəlsin, gəlmək deməkdir tat dilində. Ay Murad, bəlkə bir çay da içək arada, ta bu hizə gələnə qədər. Dağlarımızın, Xızı dağlarının ətəyindən yığılmış şək otudan, qəşəng ətirli bir dənə çay dəmliyik, içək. Bu qoğalın özəlliyi ondadır ki, bu quyruqlu cızdaqlı qoğalın özəlliyi ondadır ki, biz bu qoğalı hazırlayanda onun yaymaları nəzik-nəzik, xırçıltılı olur. Bir də ki, nənələrimiz o vaxtı bu banka yağları filan o vaxtı olmayıb. Ona görə də banka yağları olmayıb, bir cür yağlar olub hələ. Heyvanları kəsiblər, onların quyruğundan doğrayıblar qəşəng, töküblər qazanlarda, əridiblər.
Yağını yağ kimi istifadə eləyiblər, cızdağını cızdaq kimi istifadə eləyiblər. Bir də mənim gözəl xatirələrim var bununla bağlı ki, çörək bişirəndə, təndirdə çörək bişirəndə deyirdi ki, nənə, quyruğun cızdağından qalıb, bir dənə də o fətir eləyirdilər, yağlı fətir eləyirdilər. Həmən o yağlı fətirə cızdağı qatırdılar xəmirə, yoğururdular, hazır qoyurdular. Bir də çörəkdən başqa əsas gözləyirdilər ki, o fətir haçan pişəcək təndirdə. Elə təndirin üstündəcə yığılırdılar ki, buradan bu dəqiqə qızarmış, qəşəng, pış-pış, gözəl quyruq yağının dadı tamı gələn çıxardırdı, qoyurdu nənələrimiz ki, buyurun, bu da sizin fətirimiz, yağlı fətirimiz, cızdaqlı, yağlı fətirimiz. Biz də uşağıdıq da, görürdün isti-isti hələ onu dartırdıq, cızdaqları qoyurduq ağzımıza, yeyirdik, ləzzət eləyirdi. Axı onun yağı da süzülürdü o, həmən o fətirə. Fətir olurdu yağ içində. Fətir elə təndirin üstündə yeyilib bitirdi, hərə para-para eləyirdik uşaqlar. Yeyirdik. Bax, o xatirələr mənim üçün çox əzizdir. Çayımız dəmaldır, bir çay içək. Çay süzək, çay içək. Yanımda olsunuz, bilərsiniz. Həmən bu ətri siz də duyarsınız. Buyur, bu sənin çayın, buyur. O vaxtı elə bil ki, təndirdə çörəyi yapanda bir də görürdün xəmir sürüşürdü, küt gedirdi. Deyirdilər ki, bu küt getdi. Amma çörəyin arxası yapışıb qalırdı. Təndirin isti olduğuna görə divarında təbii ki, yapışıb qalırdı. Ona cığcıq deyirdilər, cığara çörəyi. O çörəyi də uşaqların dişləri yaxşı kəsirdi, xoşlayırdılar. Götürürdülər həvəslə onu, xırçıldada yeyirdilər onu. Amma ki, çörəyin özü, xəmirin özü artıq onu istifadə eləmək olmurdu. Heyvanata, qapıda olan heyvanata verirdilər, heyvanlar yerdi. Əl-axsus üzdən uzaq olsun, itlərə verirdilər, istadıb verirdilər ki, qoy itlər yesin. Amma o xırç-xırçılı yerini, o təndirə yapışan yerini, o xırç-xırçılı yeri uşaqlar böyük həvəslə yeyirdilər. Dağlı çörəyə adlandı, dağlı çörəyə başqadır. Hamı bilir. Dağlılar Bakıya köçdülər, elə Bakıda da çörək pişirməklə məşğul oldular. Onlar gözəl dağlı çörəyi satırdılar. Öz məşğuliyyətlərini heç vaxt unutmayıblar. Ona görə də bizim də bu xatirələr yadımızda qalıb. Artıq bizim kündələr hizə gəlib, tat dilində desək hizə gəlib, yəni dinlənməyə gəlib. İndi başlayaq yaymalarımızı açmağa Allahın köməyi ilə. Mərhələ ilə çəkir bu proses. Yəni ki, gördüyümüz kimi xəmiri yoğururuq, sonra qoyuruq xəmir gəlməyə, dinlənməyə qoyuruq, sonra kündələrə bölürük. Kündələrə böldükdən sonra yaymalar açılır, yağlanır, mərhələ ilə. Biz indi qışdan çıxmışıq, üzü Noruz bayramına gedirik. Noruz bayramı ərəfələrində adətən şorqoğal bişirilir, evlərdə şəkərbura, şorqoğal, paxlava bişirilir. İndi biz qərara gəldik ki, cızdaqlı qoğal bişirək, quyruqdan hazırlanmış yağla qoğal bişirək. Bu qoğalın elə bil o vaxtı nənələrimiz hazırlayanda yağlar əvvəl bir cür olardı. Yəni ki, atalarımız heyvan kəsərdi, babalarımız qapıda heyvan kəsərdi. Onun quyruğu ilə nənələr həvəslə, nənələrimiz həvəslə o quyruğu doğrayıb qazanda dağ eləyərdilər quyruğu. Dağ olandan sonra quyruq götürərdilər həmən quyruğu, cızdağını ayrı, yağını ayrı. İndi həmən yağı əridmişik qazanda, qoymuşuq. Yaymaların arasına verəcəyik onu, yağını və qoğal hazırlayacağıq Allahın köməyi ilə, Allahın izni ilə. Çərşənbələr gəlir qarşıdan, çərşənbələrimiz, bayramlarımız mübarək olsun, uğur gətirsin. Bol-bol ruzu, bərəkət gətirsin evlərə. İndi kündələrimizi açmışıq, o 9 dənə kündəni açandan sonra keçirik yağ mərhələsinə. Quyruq yağını ət çəkən maşında çəkirik, qəşəng. Çəkdikdən sonra həmən bu gördüyümüz qazana, ay Murad, biraz su əlavə eləyirik, sonra quyruğun, çəkilmiş quyruğu tökürük bunun içinə, öz yağını buraxır. Gör nə gözəldir, nə möhtəşəmdir. Həmən bu
yağ, gördüyümüz yağ quyruq yağındandır. Hə, xörəklərdə də istifadə eləmək istəsəz əgər, indi biz bunu qoğal üçün işlədirik. Azca qatıq da əlavə olunur buna, qoxusu, qoyun quyruğunun qoxusu çəkilir kənarlar. Hə, qoyuruq qazın üstünə yumşalsın. Bir də yaymaların arasına yaxmaq üçün istifadə eləyəcəyik ona. Qoy biraz yumşalsın. Yağ dağ olub, cızdaq sözü də buradan götürülür. Cızdaq, yəni dağ olub yağımız. Hə, istidir, ətri də yayılır. Cızdaqlı quyruq yağını biz yaxırıq yaymanın arasına. Yaxdıqdan sonra yayırıq. Hər tərəfinə eyni bərabərdə yaydıqdan sonra ədəvalar, içlik hazırlamışıq burada. İçliyə də gedir. Elə bil, unu qovurmuşuq, yumurta, un, duz, istiyot. Hə. İndi də onu əlavə eləyirik. İçliyini əlavə eləyirik. Əlavə eləyəndən sonra orada da rəziyanə ilə cirə rəziyanə hazırlamışıq. Onları səpirik. Birinci qata əslində içlik vurmurlar. Biz çox xoşladığımıza görə elə birinci qatdan zəif də olsa səpdik. Zəif də olsa səpdik içliyini, az da olsa səpmişik. İndi də bu da cirədir. Raziyanı ilə cirə, keşniş toxumu. Onu da azca olsa səpirik ona. İndi keçirik ikinci qatı səririk. İndi keçirik ikinci qatını da səririk. İkinci qatı da elə bil eynən birinci qat kimi hazırlayırıq, səpirik. Yaymasını vururuq üstündən. Yaymalar da çox nazik yayılıb. Təkrar olaraq ikinci yaymamızı da sərdik. Sərəndən sonra bir də yağlayırıq. Bir də yağını tökürük, üzərinə gəzdiririk. Yağladıqdan sonra biz bu dəfə içlik tökməyəcəyik, o içlik səpməyəcəyik ona ki, çünki zövqə görədir. Bu mərhələlər 9 yaymanın 9-unda da belə gedir. Mərhələ ilə yayılır, səpilir, gah yağı da səpilir, bunlar da ədəvaları da eyni bərabərdə səpilir. Sonuncu yaymamızı da yayırıq, səririk üstünə. Sonra cızdaqlı qoğalın kəsilmə prosesinə keçirik. İndi yaymamızı sərək üstünə. Yaymanı sərək. Bu dəfə heç nə səpməyəcəyik. Çünki bu sonuncudur, bunun üstündən səpmək olmaz. İndi biz bu mərhələni bitirdik. Lazımdır ki, bükmək və onları xırda-xırda kəsib qoğalımızı forma verək. Onu doğrayaq, formalaşdıraq. Allahın köməyi ilə inşallah ki, üzümüz ağ olar, qoğallarımız qəşəng çıxar. Ətirli, dadlı qoğallarımız çıxar. Bükdükdən sonra biraz düzəliş eləyirik belə. Düzəliş eləyəndən sonra bu qoğala ortadan 2 bölürük. Bismillah. Böldükdən sonra qatları hələ indidən bilinir ki, necə gözəl qoğal olacaq. Kəsdikdən sonra başlayırıq qoğallarımızı doğramağa. 3 barmaq enində, bax beləcə standart çalışırıq ki, eyni bərabərdə doğrayaq qoğallarımızı. Doğrayırıq. Qoğallarımızı çalışırıq ki, eyni bərabərdə bölək. Eyni bərabərdə olsunlar ki, elə daha qəşəng görünər. Görünüşünə görə çalışırıq eyni bərabər bölək qoğallarımızı.
Qoğallarımızı artıq bölmüşük. İndi cızdaqlı qoğalın forma vermək lazımdır ona. Qat-qat yaymalarla da çox gözəl, möhtəşəm görünür. İndi biz buna forma verəcəyik. Qoğalı bax götürürsən belə, götürürsən. Bir balaca əlivin içində bax beləcə burursan, əlin içində. Bax, azca burursan, çox burmamaq şərti ilə. Hə. Sonra da bax belə. Ortasına da içlik qoya bilərik. Zövqə görədir. İstəsək qoyarıq, istəsək içlik qoymarıq ortasına. Bax, belə-belə hazırlayırıq. Artıq qoğallarımıza forma vermişik, hazırdır. Yastıladmışıq, yığmışıq. Qoğallarımız hazır olandan sonra, qoğal şəklinə salındıqdan sonra onları gözləmə mövqeyinə qoyuruq, gözləmədə qalır. Bir 10 dəqiqə, 7 dəqiqə, 10 dəqiqə üzünü də nəzik örtü ilə örtürük. Artıq bizim qoğallarımız öz formasını alıb. İndi sonuncu mərhələdə üzünə yumurta çəkmək lazımdır. Bir də ki, çörək otu ilə küncütü də səpirik üzünə, pişməyə, sobaya qoyuruq. Bir dənə bütöv yumurtanı vururuq, bir dənə yumurtanın da tək sarısını əlavə eləyirik, doyunca qarışdırırıq, açırıq yumurtaları. Yumurtaları açandan sonra üzərinə bir azca duru yağı əlavə eləyirik. Süd əlavə eləyirik. Və bir daha qarışdırırıq. Sonra səliqə ilə qoğalların üzünə çəkirik. Bismillah. Qoğalların üzünə çəkdikdən sonra yumurtanı çəkdikdən sonra üzərinə küncütlə çörək otunu əlavə eləyirik. Həm yaraşıq verir, həm də ki dadına görə. Dadına görə də çox qəşəng olur. Hazırdır. İndi aparıb sobaya qoyuruq bişirməyə. Qoyuruq bişməyə. Bişsin. Sonra hazır olanda bir də göstərərik inşallah. Qoğallarımız hazır, qəşəng pişib, qızarıb. Buyurun, baxın. Xızı TV-yə minnətdarıq. Gəldiniz, çəkdiniz, Murad, əziyyət çəkdiniz. Təşəkkür eləyirik sizə. Çox sağ olun ki, gəldiniz, çəkdiniz.